Salam, hər sabahlar xeyir olsun mənim əziz izləyicilərim. Mən bu günləri iyun ayının 13-ü Aksularına gedirəm. Biraz əşya sahəm var idi. Onu biçməyə gedirəm. Allah imkan versə. Allah'ın köməyi ilə. Vəsaiti götürmüşəm. Havatka gidib gedirəm. Sahəmi biçməkdən ötürü. Görək inşallah yəqin ki texnika olar. Tez bir müddət ərzində də biçib geri vətənə qayıdaram. Allah köməyi ilə sağ olun, salamat olun. Ardıcılığına çəkilişimiz gedəcək. İçində də sahədə də çəkilişlər davam edəcək. Sağ olun. Əzizlərimiz yolumuz davam edir. Vətənə doğru gedirik inşallah. Yəqin ki yarım saata, bir saata çatarıq. Gözəl vətən torpağına daşına qurulur. Bu gözəlliyinə baxıb olunam heyran. Həqiqətən vətənim gözəldir, gözəldən də gözəl. Allah vətənimi qorusun, yerimi qorusun, amin. Hər vaxtlar xeyir olsun mənim əziz izləyicilərimə. Mən gəldim, çıxdım hadisə yerinə. Göründüyü kimi yağan yağışdan sonra bax gördüyünüz bu sahə, əkinlər hamısı yıxılıb böyrüstə qalıb yerdə. Bol məhsul olduğu halda bu məhsulu mən yığışdıra bilmirəm. Çünki kombayn tapılmır. Kombayn tapılmır. Bax bu cürlə sahəm bərbad halda qalıb. Gəldim ki biçdirməyə, yoxdur, gör. Yağan yağışlardan sonra ikinci dəfə taxıl göyərib, təzədən sümbül əmələ gətirib. Bu özü bir möcüzədir. Amma bu tərəfdən də bax bu cürünə gözəllikdə, bu cürünə əmələ gələn məhsulu mən yığışdıra bilmirəm. İndi bilmirəm bu kombayn bunu biçə biləcək, bilməyəcək. Əfsuslar olsun ki, sahəm bərbad haldadır. Bu yuxarı hissəsi, bax bu da aşağı hissəsi. 2 dəfə şumlanması, kübrəsi, dava dərmanı axırda da gəlib çıxır. Bax bu vəziyyətə, bu yerə. Bilmək olmur. Bu işin sonu necə olacaq? Çünki sahələrdə heç bir dənə də olsun kombayn yoxdur. Aksu rayonunun Qəşət kəndinin ərazisində. Qonşu kəndlərdə bir ikisi işləyir. Amma bu kəndin ərazisində bir dənə də olsun kombayn yoxdur. Çox maraqlıdır. Elə bil hər bir, necə deyim sənə, kənara qalmış bir kənddir də. Kənarda qalmış bir kənddir. Baxımsız bir diyardır. Yəni yiyə yoxdur. Yiyə var idi, Allah rəhmət eləsin, rəhmətə getdi. İndi Azad kişi sağ olaydı, görüm Qəşət kəndinin əhli belə ola bilərdi, yox, ola bilməzdi. Yenə nə edək, ümid Allahın dərgahına, Allah bunu bizə veribsə, qıyıb veribsə, yəqin ki, inşallah məhsulu biçib götürərik. Onu da inşallah çəkib sizlərə göstərəcəm əzizlərim. Sağ olun, salamat olun. Bir daha salam, axşamınız xeyir olsun mənim əziz izləyicilərim. Düzünü gəldiyim 2 günə bərabər olur. Axır ki bir dərinə zülümlə olsa bir kombayn tapıb sahibə saldı. Və ilk açılışını eləyib. Şükürlər olsun Allah'ımıza görək. Allah'ım nə qıyıb verir bizlərə. Bəli, axırıncı yağan yağışdan sonra məhsulumuz bax bu fasonda yatıb. Yəni çöküb, sağ olsun bizim kombaynçı qardaşımız çox gözəl iş gördü. Yəni məhsulu təmiz götürür. Sağ olsun, Allah razı olsun. Bəli əzizlərimiz, yatmış sahədə görək nə qədər məhsul görəcək. Həqiqətən yağışdan sonra sahə çox bərbad hala düşmüşdü. Sağ olsun kombaynçı qardaş, yəni məhsulu yaxşı götürür, işə yol vermir. Gördüyü kimi
başka şeydir. Yani bu kardeş temiz iş gördü. Değerli azizlerimiz, şükürler olsun ki ilk məhsulumuz biçildi. Allah hamının bol ruhsun getirsin. Bizlerimiz bir de akşamınız xeyir olsun. Nihayet ki aşağıdaki sahemizi biçip tamamladık. Ve geldik yukarıdaki bak. Her bir taraf biçilib. Bir tane burada mən yetimin sahəsi qalıb. Bax bu aşağı sahəmə baxanda bir balaca burada batıq yoxdur. Yəni çox da yatmayır. Yine Allah bərəkət versin. Məhsulumuz var. İnşallah görək burada nə qədər məhsul çıxacaq. Allah hamıya nəsib eləsin. Allah hamımızı versin. Bizlər də içində. Yəni kombaynım da bax oradan sahədən çıxıb gəlir. Sağ olsun. Allah razı olsun. Kombaynçı qardaşdan da çox gözəl iş gördülər. Yəni ki, biçini çox təmiz biçdilər. Bir dənədən də olsun yerə düşmür. Eşq olsun belə sürücülərə. Gözəl kəndim, gözəl vətənim, gözəl qəşədim. Bu da 2025-ci il biçinimiz. Və əzizlərim, sizlərlə sahədə xudafizləşirəm. İnşallah yəqin ki, axşam çağı da olsa işimi səhmana salıb Bakıya doğru hərəkət edəcəm. Yəqin ki, bir-iki gecə görüntülərdə olsa çəkəcəm. Vlogumuzda olsun. Sağ olun, salamat olun. Bəli, əzizlərimiz, hal-hazırda 2 tamamdır. Mən Bakıya doğru hərəkətliyəm. Şükürlər olsun ki, işimizi sahmana saldıq, indi gedirik. Peki, həmişə işlərimiz avand olsun. Xeyri salamatla gedər çıxaq evimizə. Hamını yol açıq olsun. Allah'a emanet olun. İnşallah canlı yayınlarda görüşene kadar sağ olun.